Hörmətli izləyicilər, mən Elnur Rəsulov, Amarkes Global Broker şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə günləş bazar analizini paylaşacaq. İlk öncə dolar indeksinə nəzər salaq. Bildiyimiz kimi keçən həftə Amerikada vacib iqtisadi göstəricilər açıqlanmış oldu. İlkin olaraq dördüncü rüb üzrə iqtisadi artımla bağlı üdm açıqlanmış oldu və Amerikada son rüb üzrə, yəni dördüncü rüb üzrə iqtisadi artım proqnoz ediləndən daha yüksək 2,4% açıqlanmış oldu. Hansı ki 2,3% proqnoz edilirdi. Bir digər ən vacib göstərici isə bir öncəki dəfə qeyd etdiyimiz kimi cümə günü, yəni keçən cümə günü açıqlanan şəxsi istehlak xərcləmələri indeksi oldu. Hansı ki bu federal ehtiyatların inflyasiyanı ölçmək üçün istifadə etdiyi ən vacib göstəricilərdən birisidir. Və illik əsasda proqnoz edilən də eyni səviyyədə, təxminən 2,5% açıqlanmış oldu və bu da bir mənada inflyasiyanın hələ ki artmadığına dair bir işarə idi təbii ki. Və bu göstəricilərin açıqlanması bir mənada bazarda federal ehtiyatların faizi aşağı salacağı ilə bağlı ehtimalları artırmış oldu və bir öncəki dəfə qeyd etdiyimiz kimi əslində dollar indeksində satış siqnalı bizim sistemimizə əsasən bir mənada 28 mart tarixində yaranmışdır. Çünki həmin tarixdə dollar indeksi diqqət etirsəniz həmin gün üçün birinci dəstək səviyyəsinin üzərində bağlanmışdı və növbəti gün də yenə də yəni bu gün üçün də dollar indeksində düşüş davam edir və texniki olaraq nə qədər ki qiymət birinci müqavimət səviyyəsi olan, yəni bu gün üçün birinci müqavimət səviyyəsi olan 103,958 səviyyəsini qırmazsa biz dollar indeksində düşüşün şahidi olacağıq. Və bu həftə isə xüsusilə hörmətli izləyicilər Amerikadan açıqlanacaq NFP, eyni zamanda əmək bazarı ilə, yəni ümumi işsizlik dərəcəsi ilə bağlı xəbəri yaxından izləmək lazımdır. Hansı ki bu həftə 5-ci günü, yəni cümə günü açıqlanmış olacaq. Çünki bildiyimiz kimi Amerikada ümumi olaraq inflyasiya əslində federal ehtiyatların hədəfinə, 2%li hədəfə çox yaxındır. Yəni 2,8-dir son olaraq. Bu faiz dərəcəsini aşağı salmaq üçün əslində məqbul hesab olunan bir səviyyədir. Lakin əmək bazarından açıqlanacaq göstəricilər də çox vacib əhəmiyyət kəsb edir. Çünki federal ehtiyatların faiz dərəcəsini aşağı salması və ya da yuxarı çəkməsi üçün əsas faktorlar bir inflyasiya göstəricisidir. İkinci isə əmək bazarı ilə bağlı göstəricilərdir. İnflyasiya qeyd etdiyimiz kimi məqbul səviyyədədir. İşsizliyi isə ümumi işsizlik səviyyəsində nisbətən artım var. Yəni 4% gözləyirlər, 4,1% açıqlanmışdır. Əgər işsizlik səviyyəsində müəyyən mənada artım olarsa və eyni zamanda non-farm payroll, yəni NFP göstəriciləri gözləniləndən daha aşağı açıqlanarsa, bu zaman federal ehtiyatların faizi aşağı salacağı ilə bağlı gözləntilər artmış olacaq və bu da bir mənada dollarda olan satışları gücləndirə bilər. Bir digər vacib faktoru isə hörmətli izləyicilər, ümumi olaraq uzun vədədə baxdığımız zaman bir öncəki dəfə də qeyd etdiyimiz kimi dollar indeksi ucuzlaşmalıdır. Çünki Amerikanın borc problemindən dolayı dolların ucuzlaşması əslində indiki vəziyyətdə qaçınılmaz bir faktor və bundan dolayı da təbii makro traderlər bir mənada tədricən artıq satış pozisiyalarını artırmağa doğru belə deyək, artırırlar və bu da dollarda olan düşüş trendini qeyd etdiyimiz kimi daha da sürətləndirə bilər. Lakin önəmli olan qiymətin texniki səviyyələrinə diqqət yetirmək lazımdır və bu gün üçün qeyd etdiyimiz kimi bu günün birinci müqavimət səviyyəsi qırılmazsa biz dollarda düşüş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz avro-dollar valyuta cütlüyüdür. Bildiyimiz kimi avro-dollar valyuta cütlüyündə də 19 mart tarixindən başlayan düşüş trendi bir mənada 27 mart tarixində başa çatmış oldu. Bunu bir öncəki dəfə də qeyd etmişdik. Həmin gün üçün birinci müqavimət səviyyəsinin qırılması ilə başa çatmış oldu. Və diqqət etirsəniz, bu əslində alış siqnalının yarandığına dair güclü bir işarə idi və həmin tarixdən etibarən artıq avro-dollarda yüksəliş davam edir. Və bu gün içərisində də nə qədər ki avro-dollar bu günün birinci dəstək səviyyəsi olan 1,07820 səviyyəsini, yəni bu səviyyəni qırıb bunun altına bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə yüksəlişin şahidi olacağıq. Həftə ərzində avrozonadan gözlənilən ən vacib xəbər inflyasiya göstəricisidir. Hansı ki, inflyasiyanın 2,5% olacağı proqnoz edilir. Təbii, inflyasiyanın yüksək olması bir mənada Avropa Mərkəzi Bankının faizi bu il ərzində növbəti dəfə aşağı salacağı ilə bağlı gözləntiləri aşağı sala bilər. Amma lakin ümumi fonda baxdıqda isə avronun yüksəlməsinin əsas səbəblərindən birisi dollar indeksinin yəni dolların ucuzlaşacağı ilə bağlı gözləntilərdir. Çünki federal ehtiyatların faiz aşağı salması bir mənada
avronun yüksəldən əsas faktorlardan birisi olacaqdır. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz GBP-USD valyuta cütlüyüdür. Ümumiyyətlə GBP-USD valyuta cütlüyündə də bildiyimiz kimi 20 fevraldan etibarən başlayan düşüş trendi bir mənada 27 mart tarixində başa çatmış oldu. Həmin tarixdə birinci müqavimət səviyyəsinin qırılması və bazarın həmin səviyyənin üzərində bağlanması ilə bir mənada alış siqnalı yaranmış oldu və İngilis funtunda hal-hazırda bir mənada hələlik yüksəliş trendi davam edir. Lakin gün ərzində yəni bu gün üçün birinci dəstək səviyyəsi olan 1.29 193 səviyyəsi, yəni bu səviyyəni qırıb onun altına bağlanmazsa biz GBP-USD-də yüksəlişin şahidi ola bilərik. Ümumiyyətlə İngiltərədən açıqlanan göstəricilərdə də xüsusilə pərakəndə satışlarda fevral ayı üçün gözləntilərin əksin olaraq 1% artım olması və eyni zamanda ÜDM-nin, yəni ümumdaxili məhsulun 1.4% proqnozlaşdırılırdı. Lakin onun 1.5% açıqlaması da bir mənada funtu dəstəkləyən əsas faktorlar arasındadır. Eyni zamanda İngiltərədə büdcənin müəyyən mənada dövlət xərcləmələrinin azaldılması ilə bağlı yeni siyasətin tətbiq edilməsi bir mənada İngiltərədə, belə deyək, fiskal siyasəti daha dayanıqlı edə bilər və bu da ümumi fonda baxdıqda isə GBP-USD-ni dəstəkləyən əsas faktorlardır. Lakin İngilis funtunu əsasən, belə deyək, təsir edən faktor yenə də dollar indeksi olacaqdır və eyni zamanda hələlik İngiltərə Trumpın tarif siyasətindən yan keçə bilib. Lakin Trump İngiltərə ilə də bağlı hər hansı bir tarif tətbiq edərsə, bu İngilis funtu və dollar valyuta cütlüyündə də müəyyən mənada düşüşə səbəb ola bilər və yaxud da funtun dəyər itməsinə səbəb ola bilər. Lakin ümumi fonda isə dediyimiz kimi hələlik İngilis funtu və dollar valyuta cütlüyü yüksəliş trendindədir. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz qızıldır. Bildiyimiz kimi qızıl durmadan yüksəlməyə davam edir və diqqət etirsəniz bizim sistemimizdə əslində qızılda alış siqnalı bir mənada 27 mart tarixində yaranmışdı və həmin tarixdən etibarən qızıl sürətlə yüksəlməyə davam edir və yeni rekord olan 3129 3130 dollar səviyyəsini artıq test edib və böyük ehtimalla bu hələlik davam edəcək. Gün ərzində nə qədər ki qızıl birinci dəstək səviyyəsi olan 3063 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz qızılda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Ümumiyyətlə, qızılın yüksəlməsinin əsas səbəblərindən birisi qeyd etdiyimiz kimi ticarət müharibələrdir. Bir mənada ölkələrin bir-birinə, xüsusilə Amerikanın digər dövlətlərə tarif tətbiq etməsidir və bununla bağlı hədələməsidir. Və eyni zamanda lakin bunun arxasında duran əsas səbəblərindən birisi də, hörmətli izləyicilər, bir öncəki dəfə qeyd etdiyimiz kimi Amerikanın borc problemidir. Ki, hal-hazırda Amerikanın ümumi borcu 36 trilyon dollardır. 2025-ci ildə Amerika təxminən 10 trilyon dollar borcu ödəməlidir. Çünki həmin borcun istiqrazlarının artıq müddəti başa çatır və ya bunları yenidən maliyyələşdirməlidir, ya da o borcları ödəməlidir. Təbii bu borcları ödəmək üçün də yenidən, belə deyək, pul kəsməlidir. Yəni, federal ehtiyatlar faizi aşağı salmalıdır və bir mənada dolları ucuzlaşdırmalıdır və dolların ucuzlaşması təbii öz növbəsində qızıla olan tələbi artırmış olur və mərkəzi banklar, xüsusilə böyük fondlar, xüsusilə qızılda olan pozisiyalarını artırmış olurlar. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz S&P 500 indeksidir. Bildiyimiz kimi S&P 500 indeksində 14 mart tarixində düşən trend qırılmışdır və yuxarı yönlü korreksiya formalaşmışdır. Və bu haqda bir öncəki videomuzda da qeyd etdiyimiz kimi əslində bir çox analitiklər S&P 500 indeksinin artıq 200 günlük ortalamanın üzərində bağlandığını və təhlükənin keçdiyini bildirirlər. Lakin biz bir öncəki videomuzda qeyd etdiyimiz kimi S&P 500 olan düşüş trendinin əslində yuxarı yönlü korreksiya etdiyini qeyd etmişdik. Çünki yuxarı yönlü alış trendinin yaranması üçün ən azından S&P 500 indeksində olan 14 mart tarixindən başlayan yüksəlişin qayıdıb yenidən o düşən trendin qırıldığı nöqtəni test etməsi lazımdır. Və qeyd etdiyimiz kimi elə də oldu. Diqqət etirsəniz 26 mart tarixində S&P 500 indeksində düşüş siqnalı, yəni həmin günü qiymətin birinci dəstək səviyyəsini qırıb onun altına bağlanması ilə bir mənada güclü satış siqnalı yaranmış oldu və S&P 500 indeksi 26, 27 və 28 mart tarixlərində kəskin düşməyə başladı və bir öncəki dəfə qeyd etdiyimiz kimi təxminən onun 5500 dollar səviyyələrinə qədər ucuzlaşacağını proqnoz edirik.
həmin səviyyədən sonra yenidən yüksəliş başlayarsa, bəli, bu artıq bir mənada S&P 500 indeksində yüksəliş trendinin başladığına dair güclü siqnal ola bilər. Yox, əgər həmin səviyyəni qırıb ondan aşağı gedərsə, biz S&P 500 indeksində düşüş trendinin davam edəcəyini proqnoz edə bilərik. Ümumiyyətlə, S&P 500 indeksindəki enişin əsas səbəblərindən bir hörmətli izləyicilər, Trumpın tarif siyasətidir. Çünki çox ciddi qeyri-müəyyənlik var. Bunun sonu necə bitəcək? Dövlətlər bir-birinə tariflər tətbiq edir. Şirkətlər təbii ki, bundan zərər etmiş olur. Xüsusilə Çinin eyni zamanda burada Nvidia faktoru da var. Çünki səhmlərin düşməsinin əsas səbəblərindən birisi də Çinin süni intellekt sahəsinə daha ucuz texnoloji ilə sürətli inteqrasiya etməsidir ki, bu da öz növbəsində təbii ki, Amerikan səhm bazarını yüksəldən əsas faktor olan, əsas sektor olan süni intellekt sektoru ilə bağlı xərcləmələri bir mənada şübhə altına almış olur ki, milyardlarla dollar pul xərcləyirlər. Lakin Çin qarşı tərəfdən daha ucuz vəsaitlə, daha ucuz belə deyək, başa gələn texnologiya ilə bir mənada təbii həmin o səviyyədə olmasa da, lakin müəyyən və yaxud da yüksək səviyyədə süni intellekt proqramları bazara çıxara bilir və bu da təbii ki, rəqabəti gücləndirən əsas faktorlardan birisidir. Yəni, S&P 500 indeksindəki düşüşün əsas səbəblərindən birisi, hörmətli izləyicilər, bir mənada bazarın reallığa qayıtmasıdır. Çünki ümumi fonda baxdıqda Amerikada səhm bazarındakı yüksəlişin əsas səbəbi uzun vədədə nəzər yetirsək, Amerikanın ucuz pul siyasəti idi və eyni zamanda süni intellekt sahəsində olan qeyri, belə deyək, realist gözləntilər idi ki, bu bir mənada səhm bazarını sürətlə yüksəltmişdi və overvaluation, həddən artıq, belə deyək, qiymətləndirilməsinə səbəb olmuşdu. Lakin bu sadaladığımız faktorlar bir mənada bazarı artıq daha öz real dəyərinə çəkməyə başlayır. Texniki olaraq isə qeyd etdiyimiz kimi, nə qədər ki, S&P 500 indeksi birinci müqavimət səviyyəsi olan, yəni 5726 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz S&P 500 indeksində və ümumi fonda isə Amerikan səhm bazarında düşüşlərin şahidi olacağıq. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.